Bəziləri hətta özlərini müstəqilliyin banisi, Sovetlər quruluşunu çöktürən super qəhrəman kimi sırmağa çalışır. Baxmayaraq ki, həmin dövrün təhlili göstərir ki, bu adamlar əksinə o zaman Azərbaycan xalqının suverenliyi yolunda ən böyük maniyə çevrilmişlər. Vətəndaş mövqeyimdə Rayət İmam Əliyev. Bildinizmi bu kimdir? Bəhruz adlı deputat. Həmin deputatdır ki, deyir arvad sözü dilimizdən yığışılmalıdır. Həmin deputatdır, deyir ki, xalq hərəkatı, istiqlalçı deputatzat boş şeydir. Həmin deputatdır ki, sözündən belə çıxır ki, Azərbaycan tarixi 1993-cü ildən başlayıb. Deyirlər bir zavodda direktor mavini yeri boş qalır. Şöbə müdürünün də gözü o mavin vəzifəsində olur. Gəlir direktorun yanına başlayır yaltaqlanmağa ki, ay sən bu zavodun parlayan günəşisən, ay xilaskarısan, ay nə biləm günəşi sən yaratmısan, ayı sən yaratmısan. İfadəmə görə üzr istəyirəm. Direktor dözə bilməyib deyir, ay kişi, girməyinə yaxşı girirsən, əhsən. Peşəkarsan. Amma məni də nəzərə al da, mən də insanam axı, şişirəm. İndi bizim bu Bəhruz qardaşımız pis deyil ha, öz aramızda. Hörmət etdiyim deputat Ceyhun Məmmədov deyir ki, niyə bu deputatları tənqid edirsən? Ay Ceyhun müəllim, vallaha istəyirəm özümü saxlayım, alınmır axı. Bax, bu adama cavab verməsəm də ürəyim partlayacaq. Bir də ki, demirsiniz ki, bizi xalq seçib. Əgər xalq seçibsə, onda sizi seçənlər tərif edəndə yaxşıdır, tənqid edəndə pis. Bir nəfər çıxsın, desin ki, məni xalq seçməyib, o adama mən cavab versəm, üzr istəyirəm, anadan əmdiyim südümə lənət olsun, əgər cavab versəm. Aqil adamla cahil adamın fərqi odur ki, aqil adam düşünüb sonra danışır, cahil adamsa danışandan sonra düşünür. Bax, bu Bəhruz deputat kimi danışandan sonra düşünənlərdəndir. Güya nə bilim, jurnalistdir, hüquq təhsili alıb, özü də bir tərəfdir. Necə təhsil aldığı da bəllidir, tərəfsizliyi də bəllidir. Bir nəfər Milli Məclisdə tapılmadı ki, bu Bəhruz deputatın qulağına pısıldasın ki, ədə sus, Heydər Əliyev də istiqlalçı deputat olub. SSR saxlanılmasına qarşı çıxıb. Bunu deyən olsaydı, bəlkə də qorxudan bu Bəhruzu titrətmə tutardı. Bu qardaş xalq hərəkatı ilə xalq cəbhəsini qatıb qarışdırıb bir-birinə. Ay oğul, xalq hərəkatı Topxana meşələrinin qırılmasından başlayıb Qarabağ məsələsinə görə SSR-yə qarşı çıxan, öz müstəqilliyini tələb edən xalq izdihamından qaynaqlanıb. O xalq hərəkatı 20 yanvarda Əliyalın Sovet tankları qabağına çıxıb şəhid olanlardır. O xalq hərəkatı topsuz, tüfəngsiz Azərbaycan ordusunu yaradanlardır. O xalq hərəkatı Qarabağda minlərlə şəhid verənlərdir. O xalq hərəkatı Sovet rejiminin hədəfində olan ulu öndərimizi deputat seçib onun toxunulmazlığı təmin edənlərdir. Onda bu Bəhruz deputat, istiqlalçı deputat adını məsxəriyə qoyan bu döşü nişanlı cavan yəqin ki, uşaq olardı. 5-6 yaşı olardı. Bir-bir ondan bundan eşidibdi. 43 nəfər istiqlalçı deputatlar Azərbaycanın SSR tərkibindən çıxmasına səs verənlər olub. O zaman parlament buraxılanda gənclərə önəm veriləcək deyə sevinmişdim ki, yeni nəfəs gəlir, Milli Məclis qocalar evi adından xilas olacaq. Yanıldıq. Vallah, qoca Xan Hüseyn bu cavanlardan yaxşı idi. Yenə o nə danışırdı, başa düşən yox idi, əsəbləşmirdi. Bunlar, bu cavanlar, ümumiyyətlə heç danışıqlarını bilmir. Gənc Naqif deputat toyda yanlarını basa-basa oynayıb deyir ki, Cümhuriyyət quran Rəsulzadə layiqli dövlət xadimi deyil. Fuad adlı bir gənc deputatın da bəlkə heç özü də haradan seçildiyini bilmir. Elə bütün ki, Əli Kərimli, elə Əli Kərimli belə. Bunlar hələ bilmirlər ki, millət vəkili xalqın səsidir. Xalqla hökumət arasında körpüdür. Bu adam xalq hərəkatı deyəndə, o zaman ki, o xalq cəbhəsini, Neymət Pənahlını başa düşür. O başa düşmür ki, Heydər Əliyevin hakimiyyətə gəlməsində fəal olan 91-lərdən Xəlil Rıza Sirus Təbrizli, Murtuz Ələsgərov xalq hərəkatının içindən çıxanlardır. Tarix fənnini sevmədən, çünki onu bu Bəhruz kimilər fırladır. Dünən Lenini dahi bugün düşmən adlandır. Tarix dünən
Rəsulzadəni xain bu gün dövlətin banisi hesab edir. Azərbaycan tarixini bir mandata görə ləkələmək olmaz axı. Bu kölə yaltaq təfəkkürlərdən uzaqlaşın. Bu gün bir dönəmə deputat nişanı üçün yaltaqlanıb dünənki dönəmi aşağılamaq doğru deyil, yanarsınız. Sabah o tarix də sizin kimiləri hara göməcək? Məncə bəllidir. Tarixi ləkələyənin özü ləkəlidir. Unutma Bəhruz deputat, tarix heç vaxt heç nəyi və heç kəsi bağışlamır.